Mən Vüsal Kəlbəcəri bu gündən ağır şəraitdə yaşayan Kəlbəcər ailəsini sizlərə təqdim eləmək istəyirəm. Çox çətin şəraitdə yaşayırlar. Tərtər rayonu Bəyimsarov kəndində. Adınız, soyadınız nədir qardaş? Tağzadə Cavid. Tağzadə Cavid kim oğlu? Amiloğlu. Tağzadə Cavid Amiloğlu. Hansı kənd sakinisən? Çopurlu kənd. Çopurlu kənd. Bax, bizim adəti olan orqanlar və cənab prezidentimiz hər zaman deyir ki, ağır şəraitdə yaşayan insanları yenidən bərpa olunmuş evlərə yerləşdirmək lazımdır. Bəli, adəti olan orqanları xahiş edirik, bir də xahiş edirik ki, İnşallah bu ailə dəstək olunsun. Gördüyünüz kimi Tərtər rayon Bəyimsarov kəndində köhnə məktəb binasıdır. Yox, xəstəxana. Xəstəxana deyil mi? Xəstəxana binasıdır. Xahiş edirik bu ailəyə dəstək olunsun. Nədir dəstək? Xahişiniz nədir? Qeydiyyata düşmüşəm. Hara yazılmış qeydiyyata? Həsən Həsənizə yazılsın. Yəni Həsəniniz yox, bənk, çaparı, aşağı orada problem deyil ki sizin üçün? Həqiqi yoxdur, eyvallah. Bəli, əsl evə ehtiyac olandır. Xahiş edirəm, adiyyətli olan orqanlar bu ailəyə dəstək olunsun. Ailə üzrü neçə nəfərdir? 2 nəfər. Və inşallah inanıram, bir də inanıram.